Değerli dostlar, değerli izleyiciler, değerli Elmar Ovçuluğu severler. Her birinizi ben Amil Abbastoğlu yeniden salamlayıram. Her birimize ruzlu, barakatlı gün arz edirəm. Bu günlərin yenə müjdəli xəbərlə sizlərin qarşısınızdayım qardaşlar. Qarşıdan gələn dünya Azərbaycanlıların həmrəyli günü münasibətilə ilk öncədən təbrik edirəm hər birinizi. Hər birinizin bayramı uğurlu olsun inşallah. Bu gündə sizlər üçün yeni bir kampaniya ərsəyə gətirmiş. 1-2 il öncə bundan əvvəl bu layihəni başladığında Elmar müəllim bildiyimiz kimi kreditlə silah alarkən kampaniya müddəti olduğu üçün kreditlə götürəndə kampaniyadan yararlana bilmirdi. Bizim izləyicilərimiz, ovçu qardaşlarımız. Bu illərin 2026 kampaniyası daha fərqli. Həqiqətən də sizlər üçün daha fərqli olacaq. Bu kampaniyada deməli yaxınlaşsan Elmar Ovçuluğa gecikməm var, dərd eləmə özünə. Problemli kreditum var, əziz dostum, dərd eləməcinə. Yaxınlaşsan Elmar Ovçuluğa tək şəxsiyyət vəsiqəsi ilə iş yerindən arayışa heç bir ehtiyac yoxdur. Heç ara getmədən tək şəxsiyyət vəsiqəsi ilə yaxınlaşsan Elmar Ovçuluğa 15 dəqiqə ərzində sizlərə kreditlə təmin edirik, kreditlə silah artıq əldə edə bilirsiniz. Sənədləşmə 15 iş gün ərzində, dəyərli dostlar, 15 iş günümüz dövlətdə 21 gün deməkdir. Əziz qardaşlar, biz izləməyə dəyər bu kampaniyada hansı hədiyyələr olacaq? Daha geniş videoda sizlər üçün çıxış eləyəcəm. Həqiqətən də mən inanıram ki, çox əlverişli olacaq sizlər üçün, uğurlu olacaq bu yeni il. Hər Azərbaycan vətəndaşı üçün uğurlu olsun. Biz izləmədə qalın dəyərli dostlar. Mən Amil Abbastoğlu daima sizlərin xidmətində inşallah. İzləmədə qalın.